mənim bəzi çağırışlarım olacaq, bəzi deyəcəklərim olacaq. Təbii ki, Sosial Xidmətlər Agentliyinə deyəcəm, oranın rəhbərliyinə deyəcəm. Bilirsiniz ki, mən hörmətli Sosial Xidmətlər Agentliyinin rəhbəri, oranın mətbuat xidməti vaxtı Bilgətdə yerləşən Qocalar evinə bağlı davacıyam Samirə Mehdiyevanın, keçmiş sabiq, artıq Samirə Mehdiyeva yoxdur. Mən biləm ki, nələrsə deyirdim, həmən siz izləyirdiniz, faktları götürdük məndən. Çünki mən yanlış bir ifadə işlətməmişdim. Nə deyirdimsə faktla deyirdim və hər dəfə də Samirə Mehdiyeva deyirdim. Samirə Mehdiyeva, hansısa yanlış bir ifadə işlətmişəmsə, get məni məhkəməyə ver, təqsir verdir mənə. Bəzi açıqlamaları, bəzi yox, çox edirdim və hər dəfə də ona deyirdim. Məsləhət görürdüm ki, əgər mən nəyisə yanlış deyirəm, deyirəm ki, Sara xanım, siz bu ifadəni düz işlətmədiniz. Mən qocalara qarşı çox böyük sayğına yanaşıram, hörmətlə yanaşıram, onların haqqına girmirəm. Filan. Samirə Mehdiyeva, orada toz soranlar olub, xalçalar olub. 70-ə yaxın, 72-yə yaxın plazma televizor olub. Plazma da olmasa, səbiyyətin olsun da belə. Onlar köhnə rəhbərlik işdən çıxanda təslim olur da, təlim təslim olur. Sənə onları təhvil veriblər. Onların heç birisi orada yoxdur. Bir-ikisi var. Digərləri yoxdur. Onlar hardadır? Hörmətli Samirə Mehdiyeva. Bax, üzümü yenə deyirəm, Sosial Xidmətlər Agentliyi. Bəzi sizə açıqlamalar verəcəm ki, köhnə rəhbərlik onları Samirə Mehdiyevaya təhvil verib gedib, onların bir çoxu yox. Və Günəş adlı Zəngilanlı, soyadını demirəm, elə Günəş Zəngilanlı deyirəm. 70 yaşında bir qadın var idi orada. Tənha idi. Da gəlib gedən yox idi, belə deyim, olmayıb da. Amma kartı olub, paraları olub. Samirə Mehdiyeva çox gözəl bilirdi ki, Günəş tənhadır. Heç kimi yoxdur. Bəlkə də çox qohum əqrabası var idi. Yəni, qocalar evində, qocalar pansionatında yaşayan müddətdə onun yanına gəlib gedən demək olar ki, yox idi. Samirə Mehdiyeva da bu yaşlıları, daha çox bu tənhaları həmişə belə puskuda saxlayırdı ki, onların kartlarını götürsün və kartdan pulunu çəksinlər. Samirə Mehdiyeva, şahidlər də var. Sən o qocaların kartını seyfində saxlayırdın, öz kabinetində, öz otağında saxlayırdın. Onlar 1 kilo qənd almaq üçün, tozu, şəkər almaq üçün sənə yalvarırdılar ki, biz onu istəyirik. Halalca pulların, halalca pensiyalarını, dövlətin onlara ayırdığı o pensiyanı sən onlara vermək istəmirdin. Bəli, dünyasını dəyişib Günəş. Düz danışan qadın idi. Onunla bağlı bəzi məlumatlar veriblər mənə. Demək, həmişə qonaqlar gələndə onu qonaqlar gəlirdi də, qoruyurdular ki, o nə isə deyəcək, açıqlama verəcək. Ona görə Samirə Mehdiyeva daima tapşırıq verirdi ki, bura qonaqlarımız gələndə çalışın ki, Günəş görünməsin, öz otağında qapalı vəziyyətdə qalsın. Dəlixanı yaparıblar onu. O da dəlixanada yatıb. Maştağıda yerləşən bir sayılı ruhi dispanserdə. Hörmətli Sosial Xidmətlər Agentliyi. Bu nə adət-ənənədir, adətdir, bu nə, bunun bir analoqu olarmı? Samirə Mehdiyeva gələndən sonra 20-yə yaxın səhv etmirəmsə, qocanı aparıb ruhi dispanserdə yerləşdiriblər. Bir özünüz sual verməmsiniz Samirəyə ki, sən bu insanları niyə dəlixanı yaparırsa? Çünki hər birinin kartında külli miqdarda pul olub. Bəli, məhz Günəş Zəngilandan olub, soyadını demirəm. Onu da ora aparıb yerləşdiriblər. Sözü düz dediyinə görə, açıq fikirli olduğuna görə, cəsarətli olduğuna görə və kartında pul olduğuna görə. Dünyasını dəyişib Günəş Zəngilanı. Mən çox xahiş edirəm ki, araşdırma aparasınız. Və bəzi mənim açıqlamalarım olacaq ki, Samirə Mehdiyeva orada çalışdığı, rəhbər olduğu müddətdə bir çox insanları işdən uzaqlaşdırıb. Hansı ki, onlar peşəkar idi. Hansı ki, onlar o qocalara öz anaları kimi, valideynləri kimi qayğıyla yanaşırdılar, sayğıyla yanaşırdılar, hörmətlə yanaşırdılar. Samirə Mehdiyeva o təcrübəsi 10 il, 15, 20 il işləyən o insanları işdən çıxardıblar. Növbəti
açıqlamamda mütləq onların adını deyəcəm və müsahibələri, onların